Hazırda görüşün hakiminin yanındadır. Start verildi. Uğurlar arzuluyuruq. Hər iki tatami ustamıza. Ümid edirik ki, bu dəqiqələrdə növbəti dəfə bizim üçün maraqlı görüş keçəcək. Murad Əliyev və Fərid Xəlilov. Bir sıfır hesabı ilə artıq göy trikolu güləşçi Fərid Xəlilov öndədir. Paralel olaraq A xalçasında da mübarizə davam edir. Bunu da qeyd edim. Hər iki idmançı diqqətli mübarizə aparır. Əlbəttə ki, nəticə önəmlidir. Artıq elə kritik bir mərhələdir ki, bu mərhələdə daha diqqətli güləşmək şərtdir, hörmətli tamaşaçılar. Əlbəttə ki, bu da başa düşüləndir. A xalçasında da vəziyyət dəyişməz idi. Bu ana qədər artıq Murad Əliyev hesabı bərabərləşdirməyə müvəffəq oldu və Fərid Xəlilov parter vəziyyətindədir. Görək indi burada fənd tətbiq etmək mümkün olacaqmı? Murad Əliyev rəqibini qaldırmağı bacarır. İndi fəndi icra eləmək olar və bəli, bir xal əldə etməyi bacarır Murad Əliyev. İlk hissədə son 1 dəqiqəyə daxil olmaq üzrəyik. Mübarizə davam edir. Fərid Xəlilov geridədir, qarşılıq verməyə cəhdlər göstərir. Lakin bu əlbəttə ki, asan deyil. Son 30 saniyəyə daxil oluruq birinci hissədə. Paralel keçən qarşılaşmada da artıq son 10 saniyəyə daxil olmuşuq. Məhəmməd Şükürzadənin 2 sıra hesablı üstünlüyü var Məhəmməd Qasımzadə qarşısında. Bəli, idmançılar 30 saniyəlik qısa fasiləyə yollanırlar. Əlbəttə ki, fürsətdən istifadə edib məşqçilər də güləşçilərə öz tapşırıqlarını verirlər. Biz isə Murad Əliyevi irəli çıxaran o fəndi izlədik. Fərid Xəlilova qarşı burada tam istədiyi kimi fəndi icra eləyə bilmədi. Nəticədə aktivinə bir xal yazdırdı. Və indi sonuncu hissə bizə qalibin adını bilməyimizə kömək edəcək. Fərid Xəlilov boşluq axtarır və indi Murad Əliyev üstünlüyə ala bilər.
Fərid Xəlilov bu vəziyyətdən çıxmaq cəhdi göstərir və burada xal Fərid Xəlilovun aktivinə yazılır. 4 xal. Fərid Xəlilov geridə olduğu görüşdə üstünlüyü ələ alır. Hesab 5-2-də artıq. Sona 2 dəqiqə 10 saniyə qalmış. Fərid Xəlilov növbəti xalını da aktivinə yazdırır. İndi isə Murad Əliyev parter vəziyyətindədir. Son 2 dəqiqəyə daxil olduq artıq. Fərid Xəlilov rəqibini yerdən qaldırmağa çətinlik çəkir və hakim hər iki güləşçini yerinə göndərir. Davam etmək olar. Son dəqiqə yarım mübarizədə. Fərid Xəlilov yəqin ki hesabı qoruyub saxlamaq niyyətindədir. Murad Əliyev üçün isə eyni sözləri demək doğru olmazdı. Son 1 dəqiqə. Addım-addım finala doğru gedir. Fərid Xəlilov 67 kiloqram çəki dərəcəsində. Görək yekunda nəticə necə olacaq hakim. Görüşü saxladı. Yenidən davam etmək olar. Murad Əliyev hələ də axtardığı boşluğu tapa bilmir. Hansı ki birinci hissədə senari fərqli idi. Murad Əliyev daha rahat mübarizə aparırdı indi bu epizodda. Fənd cəhdi olduqca yaxşı riskə getdi, düşündü, daşındı. Lakin Murad Əliyev burada icra etdiyi fənddən sonra növbəti dəfə xal itirir və aradakı xal fərqini 8-ə çatdıran Fərid Xəlilov sona 12 saniyə qalmış qələbəsini rəsmləşdirir. Təkrarı izləyəcəyik əlbəttə ki 12 hesabı ilə rəqibinə qalib gəlir Fərid Xəlilov. Murad Əliyev son saniyələrdə riskə getdi. Lakin bu risk ona heç nə vermədi və nəticədə 67 kiloqram çəki dərəcəsində Fərid Xəlilov